Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə musiqi fənni üzrə 2-ci sinif KSG 5 variant A suallarını bir yerdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Major ton necə səslənir? Şən, xoşbəxt, kədərli, dərin, sakit və zəif. Major ton daha çox şən, xoşbəxt səslənirdi. Səbəbi nədir? Çünki major tonların xarakteri aydın və şən olurdu. İkinci sual. Minor tonun xarakteri nədir? Şən və güclü, kədərli və dərindən, sakit və dəyişkən. Minor tonun xarakteri kədərli və dərindən, yəni B variantı olacaq. Çünki minor ton hissləri dərin və kədərli göstərmişdir. Üçüncü sual. Forte nə deməkdir? Zəif səs, güclü səs, orta səs. Burada cavab olacaq B variantı güclü səs. Çünki forte işarəsi səsi gücləndirmək üçün istifadə olunurdu. Dördüncü sual. Hansı variantda Azərbaycan bəstəkarının adı qeyd olunub? Səttar Bəhruzədə Bəhruz Çəncərli rəssam olduğu üçün Azərbaycan bəstəkarımız Fikrət Əmirovdur. Beşinci sual. Hansı variantda musiqinin əsas latlarından biri qeyd olunub? Fon nədir? Əsas təsvirin arxa hissəsidir, yəni rəssamlığa aiddir. Kontrast nədir? Bir-birindən kəskin fərqlənən rənglərdir. Yəni bu da rəssamlığa aiddir. Burada ancaq minor olacaq C variantı, çünki musiqinin əsas latlarından biri kimi istifadə olunurdu. Altıncı sual. Hansı musiqi janrı əsasən simfonik orkestr üçün yazılmışdır? Klassik, pop, caz. Burada cavab olacaq klassik, yəni A variantı. Klassik musiqi simfonik orkestr üçün nəzərdə tutulmuşdur. Pop və caz isə daha çox müasir və improvizasiya yönümlü janrlardır. Orkestr üçün yazılmır. 7-ci sual. Hansı alət simli alətdir? Violin, flüt, baraban. Burada cavab olacaq violin, yəni A variantı. Çünki violin simləri ilə səs çıxarır, ancaq flüt nəfəsli alətdir, baraban isə zərb aləti sayılırdı. 8-ci sual. Presto termini nə deməkdir? Çox sürətli, orta sürətli, yavaş. Deməli, burada cavab olacaq çox sürətli, yəni A variantı. Presto termini musiqini sürətlə və enerjili oxumaq üçün istifadə olunurdu. 9-cu sual. Hansı janr rəqs üçün daha çox istifadə olunurdu? Tango, klassik simfoniya, opera. Cavab burada tango olacaq, yəni A variantı. Çünki tango ritmik və rəqs üçün nəzərdə tutulmuşdu. Klassik simfoniya və opera əsasən dinləmək üçün yazılırdı. 10-cu sual. Legato nə deməkdir? Notaları bir-birinə bağlayaraq səsli oxumaq, notaları qısa və kəsik oxumaq, səsi gücləndirmək. Burada cavab olacaq A variantı, notaları bir-birinə bağlayaraq səsli oxumaq. Legato musiqidə notların arasını kəsmədən yumşaq və davamlı oxumaq deməkdir. Deməli, musiqi üzrə A variantı bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.